Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda 9-cu sinifin 6-cı unitində qeyd olunmuş sifətlərin müqayisə və üstünlük dərəcəsi ilə işlənən dərəcə zərfləri, yəni bunları intensifierlər deyirik, yaxud da modifierlər deyirik. Bunlardan danışacağıq. Ümumiyyətlə, ümumi belə qaydanı bilirsiniz, amma indi bu dərsdən məlum olacaq ki, mənadan asılı olaraq intensifierlər də dəyişir. Məsələn, bax bu comparatives, müqayisə dərəcəsi, sifətin müqayisə dərəcəsində biz ümumiyyətlə bilirik ki, müqayisə dərəcəsinin göstəricilərindən much, far, a lot, slightly, a bit, a little, yəni bu abituriyentlərə keçirilən qaydalardandır. Müqayisə dərəcəsinin göstəriciləridir. Amma aradakı məna fərqinin böyüklüyünə və kiçikliyindən asılı olaraq biz bu zərfləri, dərəcə zərflərini fərqli situasiyalarda istifadə etməliyik. Məsələn, necə? Əgər iki əşya yaxud da iki şəxs arasında dərəcə fərqi çoxdursa, big difference varsa, yəni fərqimiz böyükdürsə, o zaman much, far və a lot sözlərindən istifadə edirik. Yəni üzərinə müqayisə dərəcəsi gəlirik. Məsələn, nümunəni oxuyaq, baxaq. This program is far more expensive than the other one. Bu proqram digərindən çox daha böyükdür. Biri var, bu daha böyükdür, more expensive. Amma o fərqin, o qiymət fərqinin çox olduğunu göstərmək üçün far sözündən istifadə elədik. Eləcə də a lot yaxud da much sözlərini də verə bilərik. Much more expensive, far more expensive, yaxud da a lot more expensive. Yaxud da digər nümunə, programs in trade schools are much shorter than 4-year colleges. Deyir ki, peşə məktəblərindəki proqramlar 4 illik kollecin proqramlarından çox daha qısadır. Yəni bu aradakı fərq çoxdur, böyükdür. Ona görə də matchdan istifadə etdik. Amma o keyfiyyət fərqi əgər az olacaqsa, azdırsa, o zaman slightly, a bit, a little sözlərindən istifadə edirik. Slightly özü tədricən deməkdir. A bit, a little birazca deməkdir. Məsələn, for me, English is slightly easier than Russian. Mənə görə ingilis dili rus dilindən nisbətən daha az zəifdir, daha doğrusu asandır. İngilis dili rus dilindən nisbətən az, yəni şəkildə az, belə deyək də, nisbətən sadədir, asandır. Nisbətən slightly, yəni mənanı dərəcəsini azaltdı. The course is a bit more difficult than I expected. Kurs mənim gözlədiyimdən birazca daha çətindir. Birazca daha çətindir. Yəni elə də çox fərq görmədim də bu mənanı daşıyır. Deməli bir də baxaq. Əgər müqayisə dərəcəsində məna fərqi böyük olacaqsa, çox olacaqsa, much, far, a lot sözlərindən, dərəcə fərqi az olacaqsa, yəni aradakı o müqayisə fərqi az olacaqsa, o zaman slightly, a bit, a little sözlərindən istifadə edirik. İndi isə baxaq bu əzəz bağlayıcısı ilə biz hansı mənalarda hansı zərflərdən istifadə edirik? Əzəz bilirsiniz ki, iki əşya arasındakı oxşarlıq fərqini ifadə edir, oxşarlıq fərqini. Yəni, arada da bilirsiniz, adi dərəcədən istifadə edilir, amma o adi dərəcə sifətinin də qarşısında müəyyən modifierlərdən istifadə edib oxşarlığın azlığını, çoxluğunu, eyniliyini göstərəcəyik. Big difference olacaq, small difference, eləcə də the same, eyni. İndi əgər İki əşya arasındakı oxşarlığın fərqi böyükdürsə, o zaman deməli not nearly sözündən istifadə edəcəyik. Not nearly. İndi bu not hansısa köməkçi feillərə qoşulacaq da cümlədən asılı olaraq. Not nearly plus adjective. Adi dərəcədə adjective. Tural isn't nearly as smart as Mira. Deyir, Tural demək olar ki, Mira kimi ağıllı deyil. Tural demək olar ki, Mira kimi ağıllı deyil. Yəni, bu deməkdir ki, Mira Turaldan çox daha ağıllıdır. Yəni, hiss edə bilirsiniz mi? Bayaq da demişdik ki, böyük olanda, iki əşya arasındakı keyfiyyət fərqi böyük olanda matchdan istifadə edirik. Həmin bax, bu matchdır. Yəni, ikinci cümlə, birinci cümlənin parafrez olmuş versiyasıdır. Yəni, mənanı açıqlayır. Məna eynidir, struktur dəyişdi. Eyni bu parafrez mövzusundakı kimi. Deməli, Turalın Miradan, yəni ağıllı olmama fərqi çoxdur, böyükdür də, belə deyək. Tural isn't nearly as smart as Mira. Tural Mira kimi heç də Mira qədər ağıllı deyil, bax belə deyək. Yaxud da ikinci nümunədə deyir ki, there aren't nearly as many people in the conference today as there were yesterday.
Deyir ki, məsələn, bu gün konfransdakı insanların sayı dünənki qədər deyil. Yəni heç də dünənki qədər deyil. Yəni dünən daha çox idi adamlar. İndi fərqə baxın, parafrez olmuş versiyası. There were far more people yesterday. Dünən daha çox yəni adam var imiş. Çünki bu gün deyir ki, dünənki qədər də deyil, heç də dünənki qədər deyil. Far more. Bayaqda dedik ki, böyük fərq olanda fardan, muchdan istifadə edirik. İndi bax həmin şeydir. Big difference var ortada. Yəni deyirəmsə ki, əgər there aren't nearly as many as aren't nearly as many as özü elə deməkdir ki, de buradadır da far more, there were far more people, far more, yəni not nearly as many as bərabər oldu far more üstəgələ cəmsini də vermişik. Yəni eyni mənanı kəsb edir. Çünki dünənki konfransda iştirak edən adamların sayı ilə bugünkü iştirak edənlərin sayında çox fərq var. Oxşarlıq fərqi çoxdur. Ona görə də not nearly-dən istifadə elədik. Bu oxşarlıq fərqi əgər az olacaqsa, azdırsa, o zaman nearly, almost, bir də not quite-dan. Bax, not quite. Burada artıq nearly-nin özündə not yoxdur, quite-da var. Nearly, almost, not quite sözlərindən istifadə edəcəyik. Məsələn, our school building is nearly as tall as yours. Bizim məktəb binamız belə deyək də, demək olar ki, sizin məktəb boydadır. Bizim məktəb binamız demək olar ki, sizin məktəb hündürlüyündədir. Yəni small difference var. Yəni your school building is only a little taller than ours. Sizin məktəb binanız bizimkindən birazca böyüdür, birazca hündürdür. Və deyirdik small difference olanda a little, a bitdən istifadə edilir. İndi only a little özü də elə little-a bərabərdir də çox azca bir fərq var. Yaxud da my school isn't quite as big as Kelly's. Mənim məktəbim Kelly'nin məktəbi qədər, yəni belə deyək də, tam da o qədər deyil. İndi burada quite olduqca mənasını vermir ha, yəni tamamilə mənasını vermir. Isn't olanda tam mənasındadır. Tam da Kelly-gilin məktəbi qədər deyil. Yəni mənim məktəbim tam da onlarınki qədər böyük deyil. Yəni ki, aradakı fərq azdır da. Kelly-gilin məktəbi birazca tədricən bizimkindən böyükdür mənasına gəlir. Tam da o qədər deyil. Yəni onlarınki bizimkindən birazca hündürdür. Birazca hündür, a little, yaxud da a bit, yaxud da slightly plus comparative degree deyirdik də. Bax, eyni buradakı kimi. Yaxud da the workshop didn't take quite as long as it did last time. Deyir ki, keçən dəfəki qədər vaxt aparmadı workshop. Yəni keçən dəfə birazcık çox vaxt aparmışdı mənasına gəlir. Yəni slightly longer olmuşdu. Yəni not quite as long as bərabərdir a little longer-a, yaxud da a bit longer, yaxud da slightly longer. Aydın oldu mu? Yəni aradakı fərq cüzi olanda, slight difference olanda da, yəni tədrici, yüngülcə bir fərq olanda, o zaman biz nearly, almost, not quite sözlərindən istifadə edirik. Amma aradakı fərq eyni olanda, oxşarlıq tam olanda, o zaman elə birbaşa quite və just sözlərindən istifadə edəcəyik. Məsələn, theoretical knowledge is just as important as practical skills. Deyir, nəzəri biliklər elə praktiki biliklər qədər vacibdir. Yaxud da vocational education is quite as important as a university degree. Peşə təhsili elə universitet təhsili qədər də vacibdir. Oxşarlıq olanda, oxşarlıq tam olanda, eyni olanda quite just-dan istifadə etdik. İndi bir də baxaq. Dedik ki, as iki əşya arasındakı oxşarlıq fərqi böyük olanda not nearly sözündən istifadə edirik. Fərq az olanda isə elə birbaşa nearly, yəni notsuz nearly. Həmçinin də almost, həmçinin not quite-dan istifadə edə bilərik. Eynilik olanda isə quite just sözlərindən istifadə edəcəyik. İndi burada deyir ki, intensifiers with superlatives üstünlük dərəcəsi ilə hansı deməli dərəcə zərflərindən istifadə edirik. We use easily and by far as intensifiers with superlative adjectives. Üstünlük dərəcəsi ilə easily və by far sözlərindən istifadə edəcəyik. Məsələn, this chief is easily the greatest instructor of all time. Bu aşbaz bütün dövrlərin açıq-aydın ən mükəmməlidir. Ən mükəmməl təlimçisidir. Açıq-aydın mənasındadır easily. Məsələn, web design course
Was by far the most challenging. Və by far yadımızda saxlayır, testlərdə çıxır qabağımıza. Deməli, by fardan sonra üstünlük dərəcəsi gələcək. By far the most challenging thing I have ever had to do. Bax, bayaqların burada far demişdik, far müqayisə dərəcəsi ilə işlənirdi. Amma by far isə üstünlük dərəcəsində işlədəcəyik. Yəni ki, web dizayner kursu bu vaxta qədər mənim etməli olduğum ən çətin, yəni ən çətin, özü lap da artırdı mənasını, ən çətin, deməli, kurslardan biridir. Ən çətin şey idi. Belə. Deməli, intensifayerlər bunlardır. Məktəb dərslərimizdə qeyd olunub, hansı ki, advanced kitablarda da yer alıb. İndi isə yenə də modifierlərdən danışacağıq ki, hansı ki, sifətlərin mənasını ya gücləndirir, ya da zəiflədir. Ya stronger edir, ya da weaker edir. Deyir ki, biz modifierlərdən, yəni bu intensifier, modifier, yəni təyin edicilərdir. Bunlar da sifətin təyin ediciləridir. Sifəti modifiyə edən sözlər, zərflərdir. Onlardan düzgün istifadə etmək üçün sifətlərin gradable və non-gradable olduqlarını bilməliyik, başa düşməliyik. Gradable və non-gradable sifətlər nədir? Baxaq. Deyir ki, əksər sifətlər gradable-dır. Yəni, əksər sifətlər dərəcələnə bilən sifətlərdir. Dərəcələnə bilən sifətlər nə deməkdir? Yəni biz onların keyfiyyət səviyyəsini fərqlidir. Keyfiyyət səviyyəsini artırıb azalda bilirik. For example, the weather can be a bit cold. Hava deyir, azca soyuq ola bilər, çox soyuq ola bilər, həddindən artıq soyuq ola bilər. Yəni bu soyuqluq elə bir göstərici, elə bir keyfiyyətdir ki, onun müxtəlif səviyyələri var. With the help of modifiers, very and extremely, we make the meaning stronger. However, a bit makes the meaning weaker. Very və extremely-ni, bax bu gradable sifətin qabağına qoyanda mənanı gücləndirəcək. Amma a bit-i qoysaq, onda mənanı zəiflədəcək. İndi bu tək a bit deyil. Deməli, həmin bu modifierlərin bir haqqı çatır ki, sözün önündə gələndə onu ya gücləndirsin, yaxud da zəiflətsin. To make gradable adjective stronger. Bax, sifətləri, dərəcələnən sifətlərin mənasını gücləndirəndə very'dən, extremely-dən və really-dən istifadə edirik. Hətta bunların sayı çoxdur. İndi advanced grammar in use-da digərlərində sizə göstərəcəm. Deməli, very, extremely, really bunlar mənanı qüvvətləndirir. Amma bu mənanı zəiflətmək istəsək, yəni dərəcəsinin çox olmadığını göstərmək istəsək, o zaman fairly, a bit, rather və quite sözlərindən istifadə edirik. Bax, fairly ortalamadan biraz çox, amma çox very'dən biraz az deməkdir. Yəni xeyli deməkdir, xeyli. Rather o da birazca deməkdir. Yəni tədricən bir dərəcədir, tədrici bir dərəcə, yəni ortalama bir dərəcə. Səthi bir dərəcə. Quite da həmçinin a little mənasında, moderately, yəni ortalama, medium səviyyədədir. Çox da demək deyil, yəni but not very. Moderately-dir, amma very deyil. Yəni bunlar hamısı mənanı zəiflədir. Yəni o sifətin belə deyək də çox dərəcəsinin çox olmadığını göstərir. Orta dərəcədə lazımından, normaldan birazca çox olduğunu yəni göstərir, belə deyək. Quite, bax bu quite fərqli mənalarda işlənir. Əgər dərəcələnən sifətlə işlənsə, fərqli olacaq. Dərəcələnməyənə fərqli məna verir. Bax, indi burada qeyd edir ki, quite-ın üzərinə dərəcələnən sifət gəlsə, yəni əgər bu quite dərəcələnən sifəti modifiyə eləsə, o zaman a little, moderately, yəni çox olmayan mənasını verəcək. Biraz da, yəni biraz, ortalama. Belə bir məna verir. Mənanı, yəni, weaker eləyir, azaldır. Məsələn, it is, yəni, razı ilə, fairly ilə eyni mənanı yeni daşıyacaq. This program is quite long. Deyirəm, bu proqram biraz, yəni, uzundur. Yəni, long enough, but not very long. Kifayət qədər uzundur, amma çox da uzun deyil, yəni, lazım qədər uzundur. Həddini aşmayıb, keçməyib, yəni. Deməli, quite-ı dərəcələnən sifətlə işlətsək, mənada zəiflik görəcəyik. Mənanı gücləndirmir. Gücləndirənlər very, extremely və really'dir. Həmçinin də, gəlin burada advanced grammar in use-a baxaq. Deməli, bax, burada grading adverblər qeyd olunub. Burada da gradable adjectivelər, dərəcələnən sifətlər. Bax, dərəcələnən sifətlər adi sifətlərdir. Angry, big, busy, clever, common, different, fast. Bax, hamısı bunlar weak, young, strong. Bir şey güclü də ola bilər, az güclü, çox güclü, daha çox güclü, tamamilə güclü deyə bilərik. Məsələn, a bit,
Mənanı özü də neyinir? Zəiflədir. Bax, a bit mənanı zəiflədir. Dreadfully mənaya negativliyi qatır. Extremely gücləndirir. Hugely, immensely, intensely. Amma dedik ki, razə mənanı zəiflədir. Slightly zəiflədir. Quite zəiflədir. Elədirmi? Fairly, məsələn, burada yoxdur, amma dərsliyimiz veribdir. Mənanı zəif mənadadır. Yəni gücləndirmir də, zəiflədir deməyim, gücləndirmir. Yəni çox da orta dərəcədə deməkdir. Amma intensely, immensely, geniş həcmdə, geniş miqyasda deməkdir. Hugely, extremely, reasonably, very bunlar mənanı gücləndirirlər. Bold deməli, əlavə olaraq yadda saxlamalı olduğumuz grading adverblərdir ki, hansı ki, özləri, yəni gradable adjektivləri təyin edəcəklər. İndi baxaq ki, bu non-gradable adjektivlər nələrdir? Non-gradable adjektivlər deməli, bəzi adjektivlər non-gradable, absolute özdə, absolutedur. Absolute birisi nə deməkdir? Mənada kəsinlik var, kəsindir, yəni konkretdir. Onsuz da dərəcələnə bilmirlər, həm də ki, mənada kəsinlik var, onu dərəcə verə bilmirik. Məsələn, empty, full, güclü sifətlər deyirlər, ha, yəni boş, güclülük yoxdur, mənada strongluq yoxdur, məsələn, indi onunla da danışacağıq. Məna güclü deyil, amma konkretdir, tam məna var, yəni dərəcəsini artırıb azaltmaq olmur. Either or deyil, həm az olsun, həm çox olsun, elə dəyişə bilmirik. Biz onlar bax, məsələn, empty, full, dead, ölü, bitmiş, bərabər, false, true, final, married, single. Bax, məsələn, birinə married sifətdir də, evli, evlidir də, biraz evli, azca evli, birazca subay, birazca boş. Qutu boşdursa, boşdur da, deyə bilmirik ki, birazca boş. Bir şey, məsələn, free, ucuzdursa, daha doğrusu pulsuzdursa, pulsuzdur, ödənişsizdir. Ona birazca ödənişsiz, daha çox ödənişsiz demirik ki, dərəcələnmir. Həmin bu dərəcələnməyən sifətləri biz absolutely sözü ilə dərəcə verməyəcəyik. Ya. Onlar sadəcə olaraq mənasını biraz gücləndiririk, emphasize eləyirik, vurğulayırıq, önə çəkirik. Totally, completely, amma tək bunlar deyil. İndi advanced grammar-da göstərim sizə. Birinci non-gradable sifətlərə nümunə olaraq baxın. Məsələn, awful, excellent, huge, impossible. İndi bunlar biraz stronglardır. Non-gradable strong mənadır. Amma məsələn, bax, agricultural, domestic, environmental, wrong. Məsələn, wrong, səhvdir də, biraz səhv, tam səhv demirik ki. Unknown, naməlum, yaxud da unique, nadir. Bunlar non-gradable, absolute sifətlərdir. Amma awful, excellent, huge, terrible, məsələn, superb, bunlar non-gradable, strong adjektivlərdir. İndi ondan danışacağım. Aha, deməli biz bunları, baxaq burada, məsələn, dərsliyimiz yalnızca bunları verib ki, məsələn, absolutely, totally, completely, eləcə də quite sözü də buna aiddir. İstifadə edə bilirik mənanı gücləndirmək üçün. Amma advanced grammar in use biraz da artırıbdır. Absolutely, elə bax bu absolutely sözünün özünü yanınızda saxlayın. Bax, completely, entirely, totally, utterly, fully, bunlar tamamilə deməkdir, tamamilə. Məsələn, virtually, almost, nearly, az qalsın ki, demək olar ki, mənalarındadır. Məsələn, largely, exclusively, fully, tam olaraq, böyük şəkildə, perfectly, completely, mükəmməl şəkildə, practically. Yəni, bunlar hamısı non-gradable adjektivlərlə işlənən non-grading adverblərdir. İndi qeyd eləyir ki, biz buradadır. İndi yaxşı, bu stronglardan danışım, sonra bunları deyəcəm sizə. İndi dedik ki, bunları biz dərəcələndirə bilmirik. Sadəcə olaraq özlərinə məxsus dərəcə zərfləri var ki, dərəcə zərfi deməyəcəm. Yəni non-grading adverb deyirlər də elə bil ki buna. Absolute, total, completely. Yəni bəzilərini yanınıza saxlayırsınız. Çünki testlərdə mənaya görə biz məcbur seçə bilirik. Olur, bilmirik indi dərs imtahanlarda necə düşə bilər. There are also non-grading strong adjectivelər. Bax, biri var non-gradable absolute adjektivlər. Dedik ki, mənanı dəyişmək olmur. Empty, emptydir, full, fulldur, ölü, ölüdür, biraz ölü, sonra çox ölü, tam ölü deyə bilmirik. Amma bir də var non-gradable strong adjektivlər. Strong odur ki, mənanın içində very var. Güclüdür, mənası güclüdür. İçində elə very var. Məna advanced səviyyədədir artıq. O zaman da biz absolutely, completely, quite, really sözlərinə istifadə edirik. Quite, really sözlərinə istifadə edə bilirik. Eləcə də bax göstərdiklərimizin hamısı buna daxildir. Bax bu zərflərin hər birini işlədə bilirik. İndi quite. Gradable
Gradable, dərəcələnə bilən sifətlə işlənəndə o zaman little, a little, moderately, not very, çox da yox. Yəni belə də xeyli, kifayət qədər. Lazımından çoxdur, amma lap da çox demək deyil. Gedib lap ən son hətta çıxmayıb. Yəni weaker mənadadır, daha zəif mənada. Amma quite non-gradable adjektivlərlə işlənəndə isə mənanı artıq gücləndirir. Mənanı gücləndirir. Yəni absolute məna verir. Absolutely sözünə bərabər olur. Totally, completely mənasını verir. Yəni the program was quite incredible. Yəni proqram tamamilə, olduqca, necə deyək, totally, completely, absolutely, kəsinliklə incredible, inanılmaz idi. İnanılmaz idi. Aydın oldumu? Deməli, bunlar hamısı bizim dərəcələnə bilən, dərəcələnə bilməyən sifətlərlə bağlı qeydlərimiz idi. Bir də bu strong, bax, strong adjektivlərin nümunələri bunlardır. Bax, biri var big, bu gradable adjektivdir. Zəif mənada da adi bildiyimiz big sözdür. Amma onun non-gradable strong forması isə enormous, huge. Bax, small balaca deməkdir. Amma tiny özü elə very small deməkdir. Da biz buna very tiny demirik. Very tiny deyə bilmərik. Rather tiny deyə bilmərik. Bunun özünün sözləri var. Absolutely tiny deyə bilərəm. Totally tiny deyə bilərəm. Completely tiny deyə bilərəm. Perfectly tiny. Hətta düzdür. Bunlar məsələn deməli, Advanced Grammar-in yazıda bu Martin deyir ki, Martin Hemingdə bildirilir ki, e, bax bunlar hamısı, bax hamısı, bütün buradakı sifətlərin hamısını təyin edə bilmir. Hərəsinin özünə məxsus istifadə yeri var. Məsələn, hamısını bir-birinə istifadə eləmək olmur. Hərəsini məsələn, bax biz absolutely huge deyə bilərik da completely huge demirik. Hərəsi özünə görə. İndi onlar da sonrakı mövzularda biraz genişdir. İndi burada da onu demək istədiyim odur ki, hamısını bir-bir deyə bilmərəm. Əslində məna fərqi var. Small, tinydir. Bad, pisdir. Özü də awful, üstünlük dərəcəsində, artıq üstün içində very var. Dərəcəsinin artmış versiyasıdır. Awful, terrible da deyə bilmərik ki, very awful, very terrible. Tasty dadlıdır, adi dərəcədə olan bir sözdür. Delicious isə artıq advanced dərəcədədir. Pleased, məmnun, delighted. Hungry, bunlar 7-ci sinifdə də keçirilmiş çoxu var sifətlərin 7-də də keçirik. Məsələn, tired, elə orada da 7-ci sinifdə də mənasını nə verilib descriptionında? Very tired elə exhausted deməkdir. Important, necessary, surprised, amazed. Deməli, bunlar da bilməliyik ki, qarşılarında aparıb very verməyək, yaxud da rather, fairly sözlərini verməyək.